İsrailə sərt cavab verməliyik. Globalifo az məlumat verir ki, bunu İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xamenei əlavə edib. O, bu haqda X sosial şəbəkəsində yazıb. Biz onlara mərhəmət göstərməyəcəyik, deyə Xamenei bildirib. Əlavə edək ki, İsrail və İran arasında münaqişənin kəskin mərhələsi 5 gündür tərəflərin raket zərbələri mübadiləsi ilə davam edir. İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general-mayor Əbdürrəhim Musəvi İsrailə qarşı daha sərt tədbirlərin yaxınlaşdığını elan edir. Onun sözlərinə görə indiyədək atılan addımlar sadəcə xəbərdarlıq xarakteri daşıyıb, ancaq yaxın günlərdə cəza əməliyyatları başlayacaq. Musəvi deyib ki, İsrail hərbi əməliyyatlar adı altında İran xalqına hücum edir və İranın yayım qurumunu susturmağa çalışır. O, İran xalqının bu təcavüzə təslim olmayacağını və cavab tədbirlərinin qaçılmaz olduğunu bildirib. General həmçinin işğal edilmiş ərazilərdə yaşayanlara, xüsusilə Təl-Əviv və Hayfa sakinlərinə həmin əraziləri tərk etməyi tövsiyə edib. Netanyahunun çılğın planlarına qurban getməyin, bu İranın şəhidlərin qanını yerdə qoymayacağını və düşmənin həyati hədəflərinin vurulacağını qeyd edib. İslam İnqilab Keşikçiləri Korpusu gecə saatlarında İsrailin hava məkanına nəzarəti ələ keçirdiyini elan edib. Bu haqda İRNA agentliyi məlumat yayıb. Hələ ki, İsrail tərəfi bu bəyanata cavab verməyib. İsrail Müdafiə Ordusu çərşənbə gecəsi İranın paytaxtı Tehran ətrafında yerləşən hərbi obyektlərə geniş miqyaslı hava zərbələri endirdiyini açıqlayıb. Rəsmi xəbərdə bildirilir ki, 50-dən çox qırıcı təyyarə İsrail Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin dəstəyi ilə uran zənginləşdirən sentrifuqaların istehsal edildiyi obyektə zərbə indirib. İsrail tərəfi bu obyektin nüvə silahı proqramı üçün istifadə olunduğunu iddia edir. Düzməramlı nüvə proqramı üçün yüksək səviyyədə uran zənginləşdirilməsi tələb olunmur, deyə bəyanatda qeyd edilib. Bundan əlavə, zərbələrin ballistik raketlərin komponentləri, yer-yer raket sistemləri, həmçinin İranın PUA-lara qarşı hava hücumundan müdafiə sistemləri istehsal edən müəssisələri hədəfə aldığı bildirilir. Çaxal bu əməliyyatların İranın nüvə silahı hazırlamaq və raket imkanlarını zəiflətmək məqsədi daşıdığını bildirib.